Salam dostlar, bugünkü videoda Eşref Rüya, Türkiyə və Azərbaycan qruplarına girəcəm və bunları qarşılaşdıracağam. Əvvəlcə videoya like atın və kanalıma abunə olun. Videonu bəyənirsiniz, yorumlarda videonu bəyəndiyinizi deyərsiniz. Çox bəyənilirsə videonun part 2-si gələcək. Başlayaq videoya. Birinci Azərbaycan qrupumuzla başlayaq. Nisan, sən gələndən sonra yuxularım dəyişdi. Necə yəni? Əvvəllər yuxularımda qaçırdım. İndi sənin yanına dayanmağı öyrənirəm. Ay bля. Mən isə qorxurdum, sən yaxınlaşsam yenə itirərəm deyə. Məni itirməzdən əvvəl özünü itirmə, Nisan. Sən niyə bu qədər sakit danışırsan, Eşref? Çünki içimdə fırtına var, sakitliyim onu gizlədir. Bəs mən o fırtınanın nəyiyəm? Sən o fırtınadan sonra gələn sükutsan. Bu arada mənim karakterim Eşref Rüyadakı Kadir karakteridir. Bəsdir bu qədər dram. Eşref səni sahilin kənarına çağırıram. Getmə, Eşref. Eşref, qorxdun? Mən Allahdan və Kadir babadan başqa heç kəsdən qorxmaram. Kadir mən deyildim. Nəysə sorğulamayacağam. Neynədin Eşrefimə? Öldürdüm. Səni öldürəcəm Kadir. Artıq Kadir yox. Kadir baba. İndi qrupu dağıdın Eşref öldüyünə görə. Sibil qoydu nə qrupa? Keçək indi Türkiyə qrupumuza. Buradakı karakterim Kənandır. Eşref, sevgilim ne yapıyorsun? İhanet edenin kafasını kesiyorum. Kadir'i buldun mu? Hayır ama bulacağım. Öldürecek misin? Tüm ihanet edenlere ne yapıyorsam onu yapacağım. Gördüm söhbət çox boş getdi. Bir şey tapmaq məcburiyyətində idim. Nisan abla, Eşref abime bak. Bu ne Eşref? Seni aldatıyor. Photoshop bu. Hepsi Kadir'in oyunu. Yalancının dedesine lana, dedesine. Bля. Lan yalan söyleme Eşref. Bu ne Eşref? Benim olamayacaksa senin de olamayacak. Evet, biz Eşref'le birlikteyiz. Ne diyorsunuz oğlum siz? Bunu bana yapmayacaktın Eşref. Lan bu ne? Kenan, seni gebertirim. Seni bulacağım. Yerin dibine girsen de bulacağım. Herifler bizi tuzağa düşürmüş. Video buraya kadar idi. Videonu beğendinizsə videoya like atmayı, kanalımı beğendinizsə kanalıma abunə olmayı yaddan çıxarmayın. Bu videonu beğendinizsə də yorumlarda part 2 gəlsin deyin. Bu videoya 500 like gəlsə part 2 gələcək. Sağ olun, yeni video görüşərik. Özünüzə yaxşı baxın. Thank you.